deməli davam edək. Ümumilikdə yəni başa saldığım kimi, yəni bunların ikisində heç vaxt eyni ola bilməz və ayrı-ayrı yazılmalıdır. Kodu elə bir ki, deməli məndə belə bir şey var, go live deyə bir şey var. Onu deməli məsələn ümumilikdə ki, sizdə VS Code istifadə edirsiniz yoxsa yəni CodePen? Sizdə VS Code'dur da onda. VS Code'da əgər sizdə VS Code'dursa, onda məsələn girin bura. Extensions var. Görürsünüz bu knopka, bu 4 bucaqlar olan. Ondan sonra məsələn burada live server yazsaz, görürsünüz belə bir şey çıxır. Yəni ümumilikdə bunu yükləmək lazımdır. Burada install olacaq. Install olandan sonra avtomatik olaraq elə bir ki, burada qıraqda belə bir şey yaranacaq. Məsələn mən bunu bağlayım. Görürsünüz belə go live sözü olacaq. Ondan sonra məsələn go live-ə basanda avtomatik olaraq belə açılacaq. Aha. Yəni dediyim kimi görün özünüz eləyə bilsəz, yəni eləyin. Eləyə bilməsəz, yəni mənə deyərsiniz, sizə video çəkib daha yaxşı göndərərəm ya da belə, yəni necə istəyirsiniz başa salaram. O biri proqramın adı nə idi? CodePen yəqin ki deyirsiniz. Başqa proqramın adı çəkilir. Mən proqram deyil o, CodePen siz salın. CodePen əslində onlayndır, yəni məsələn proqramı yükləmədən girə bilərsiniz. Belə yazılır. CodePen.io. Yəni burada məsələn girib yenisini yaradıb, yəni ümumilikdə burada yaza bilərsiniz. Aha, bəli, bu da düzgündür. Sadəcə bunu deyim. Yəni məsələn üstündən basanda, açanda hər dəfə reload eləmək lazımdır. Yəni məsələn mən nəyə görə belə eləyirəm həmişə? Məsələn, hərdən elə olur yadımdan çıxır reload eləməyə. Kod məsələn yazıram çoxlu, deyirəm ki, bu niyə işləmir. Ona görə əslində bunun istifadə eləmək çox rahatdır. Yəni məsələn avtomatik olaraq burada save eləyəndə, yəni sırası burada dəyişir də. Bir də yəni məsələn səhifəni reload falan eləmək lazım deyil. Yəni məsələn faylnamə üstündən basanda hər dəfə gərək yəni reload eləyəsiniz, yeniləyəsiniz. Yəni o da məsələn biraz rahat deyil. Ona görə mən həmişə belə live server istifadə edirəm. Aha, tamam. Okay. Yəni ümumilikdə başa saldığım kimi label gördüyünüz kimi belə qabağında söz qoyur. Yəni ümumilikdə məsələn başa salmaq üçün ki, yəni burada məsələn name yazılmalıdır, burada surname yazılmalıdır. Yəni sual verə bilərsiniz ki, bəs artıq yəni placeholder var da, yəni bir də label-ı nə edirik? Məsələn elə bir şey ola bilər ki, tutaq ki, məsələn bura name yazıbsınız. Yaxşı, tutaq ki, name olmasın, name biraz çox asandır. Yəni məsələn tutaq ki, yaxşı olsun name. Amma yəni insanlar başa düşmürlər yenə də. Məsələn bura nəyin adını yazaq da. Məsələn tutaq ki, öz adlarını mı, ya məsələn bilmirəm, şirkətlərin adlarını mı? Yəni məsələn eləcə name yazsaz biraz başa düşülməz. Ona görə çox vaxt developerlər nə edirlər? Placeholder-ın içinə, yəni nümunə kimi nə yaza bilərsiniz, onu verirlər. Məsələn adı sorsanda çox vaxt Joe yazılır. Familiyası yadımdan çıxdı o insanın. Bir şey ki, burada yazanda çıxırdı. Nəsədir? Hə, John Doe olmalıdır bu. Aha bu. Yəni bu ümumilikdə görürsüz placeholder name. Yəni ümumilikdə yəni bu nədir? Bu bilmirəm kimdir. Bunu heç kim tanımır kimdir əslində. Burada əslində çıxır, yəni Joe Biden deyil idi. Ümumilikdə yəni John Doe kimdir? Bilmirəm, yəni siz məsələn hansısa saytdan deməli hansısa saytdan belə qeydiyyata keçəndə hərdən görürsüz belə name və surname yazılıbdı. İçində də belə bunun kişinin adı yazılıbdı. Yəni bu ümumilikdə yəni istifadə olunur ki, bu qızlar üçündür, bəli. Yəni ümumilikdə məsələn istifadə olunur ki, göstərsinlər ki, yəni burada ümumilikdə adı yazmaq lazımdır. Yəni çox mənasızdır əslində. Yenə də məsələn kreativ yoxdursa, məsələn fikirləşsəz ki, hansı ad yaza bilərəm, ümumilikdə bu adı istifadə edə bilərsiniz. Yəni bu çox populyar bir şeydir. Yəni çox adam məsələn tutaq ki, bura name yazırsa, bura məsələn Joe yazır, sonra surname yazırsa, Joe yox, John yazmış. Tamam, bura məsələn Doe yazır, belə bir şey. Yəni ondan sonra sayta qayıtsaq, tamam, John Doe, yəni belə bir şey. Mən bir də bu bağlayım, təzədən açım. Tamam. Yəni gördüyünüz kimi belə məsələn John Doe yazılır və s. Yəni ümumilikdə label yazsaz da olar, yazmasaz da olar. Yəni bu super optionaldır, placeholder da yazsaz da olar, yazmasaz da olar. Amma yəni indi bu dərsdə CEO baş salacağım nədir? Ümumilikdə məsələn onun üçün çox xeyirlidir. Yəni ümumilikdə placeholder yazmaq, label yazmaq və s. Bura kimi ümumilikdə kimsə sual var o kodla bağlı?
Okey. Tamam. Onda devam edək. Ə, İndi isə yəni ümumilikdə yəni məsələn görübsüz ki, birinci dərsin video kaydı paylaş. Aha, bəli paylaşılıbdı. Yenidən linkini göndərərəm dərsdən sonra. Ümumilikdə sonra məsələn hərdən form dolduranda, yəni ümumilikdə məsələn register falan dolduranda, orada məsələn sizdən soruşur da məsələn gender seçin ya bilmirəm, nəsə seçin də bir sözlə. O seçimləri isə yaratmaq üçün ümumilikdə bizdə input yəni də istifadə edirik, amma bu səfər type radio deyilir. Bizdə əslində bununla bağlı 2 dənə var. Biri type radiodur, biri isə type checkboxdur. Deməli, radio ilə checkboxun fərqi nədir? Radio seçəndə yalnız birini seçmək olur. Yəni ümumiyyətlə məsələn burada kişi seçibsinizsə təzədən qayıdıb qadın seçə bilməzsiniz də. Yəni biraz məzəli sualdır, amma heç nə. Yəni ümumiyyətlə məsələn kişi seçilibsə, yəni təzədən qadının üstünə bassaz kişi avtomatik olaraq yəni çıxacaq. Amma məsələn hobbiləriniz falan məsələn burada görürsüz üçünü də yəni seçmək olur. Deməli bunlarda başa salın məsələn. İstəyirsiniz necə? Alt-alta yazmaq olar bəs. Aha, onları da yenə də CSS-dən yazmaq lazımdır. Onu yəni gələn dərs başa salacağam. Yəni məsələn burada bir sözlə adi HTML-dir, yəni HTML bunu çox da başa düşmür. Əslində yoxlamamışam. Belə bir şey eləyə bilərik. Məsələn, yadınıza düşürsə keçən dərs BR kodu başa salmışdım. Yəni ümumilikdə belə xətt qoyurdu. Aha, belə məsələn belə aşağı salmaq olar. Yəni ən azından. Sən bir yer yazıb yenə də. Bura bir yer yazaq. Bir yer yazaq. Tamam. Aha, belə bir şey eləmək olur. Button da salım qəşəng görsəniz. Yəni bir yer yəqin ki yadınıza düşür də keçən dərs yəni demişdim belə boşluq qoyur aralarında. Düz indi burada biraz boşluq azdır, amma yenə də yəni elə bir ki CSS-də yəni başa salanda ümumilikdə daha yaxşı başa düşərsiniz. Okey, belə daha yaxşıdır. Tamam. Radio buttonlara qayıdaq. Deməli, ümumilikdə yəni radio buttondan dediyim kimi sadəcə birini seçmək üçündür. Məsələn, gəlin biraz kodu sən gəl eləyək. Aha. Məsələn, gəlin buradan ümumilikdə belə bir dənə H1 yazım. Məsələn, select your gender. Belə bir şey eləyək. Ondan sonra yenidən input type radio. Sonra bütün necə bəzi saytlarda HTML və proqramlaşdırma dillərini qarışdıraraq sual tam başa düşmədim. Yəni ümumilikdə HTML vəbşə məsələn HTML CSS JavaScript istifadə edərək yəni bütün hər şey dəyişmək olar. Məsələn HTML-də ümumilikdə dediyim kimi skeletin yazırıq, CSS-də dizayn qururuq. Yəni indi məsələn pis görsənir, amma yəni gələn dərs CSS keçəndə məsələn daha yaxşı görsənəcək. JavaScript-də də elə funksionallıqdır. Yəni məsələn göndərə bassam işləməyəcək, amma JavaScript-lə məsələn backend falan yazsaq göndərə basanda məsələn gedəcək bizim database-ə qoyacaqdı. O da MongoDB falan olar yəqin ki. Yəni ümumilikdə yəni belə bir şey işləyir. CSS-də də tez bitirəcəyik. Yəni HTML 2 dərsə bitdisə CSS biraz daha uzun olacaq. Yəni amma maksimum məncə 4 dərs falan olar. Yəni ümumilikdə çox asandır. Belə bilmirəm, yəni ümumilikdə mən başa salanda yəni biraz tez başa salmıram ki. Yəni keçmə HTML bu dərslə bitir. Aha, HTML bu dərslə bitir. Yəni gələn dərs ümumilikdə CSS olacaq. Yəni belə deyim, HTML-in yəni bütün kodlarını yəni başa salmıram da. Bütün kodlarını bilən bəlkə də yoxdur. Okey, ola bilər olsun. Amma yəni bütün kodları bilmək də yəni biraz mümkünsüz kimi şeydir. Çünki elə gündə təzə kodlar falan çıxır. Məsələn, ev tapşırıqlarına baxanda bir dənə kod görmüşdüm. Summary kodu yazmışdı. Deyən Eldar səndə idi. Aha. Məsələn, o kodu mən istifadə eləməmişəm heç vaxt və işlətməmişəm. Əsasən məsələn mən footer falan istifadə eləmişəm. İndi onları da başa salacağam. Yəni ümumilikdə bir sözlə çox kodlar yaman çoxdur. Yəni bütün dillərdə kodlar çoxdur, amma yəni onları bütün hamısını öyrənmək də yəni mənasızdır əslində. Əsasən biz nələri bilmək lazımdır, onları mən keçəcəm. Yəni məsələn gələcəkdə hansı funksionallıq çatmırsa, görürsüz ki, məsələn bunu necə edə bilərəm? Ümumilikdə məsələn Google-a girib məsələn onun haqqında yaza bilərsiniz də ki, məsələn bu məsələn bütün Stack Overflow-da çıxacaq, W3-də çıxacaq və s. Yəni yenə də dediyim kimi əsas lazım olan kodları falan başa salacağam. Yəni ümumilikdə məsələn gözəl sayt düzəltmək üçün əsas nələr lazımdır? Amma HTML-i düz qurtardıq. Çünki yəni HTML belə
Yəni çox bir şey eləmək olmur da, yəni sadəcə HTML-lə. Amma məsələn CSS üstə gəl JavaScript olsa, onda demək olar hər şey eləyə bilərsiniz də. Amma mən Bəs backend nələr keçəcək? backend-dən çatdırsam Node.js keçəcəm sizə. Amma belə deyim, backendi tutaq ki, lap mən çatdırsam da yenə də backendi inanmıram axıra kimi. Yəni sizə keçə bilim. Çünki ümumiyyətlə backendi qurtarmaq üçün 6 ay falan lazım olar. Backend yəni çox böyükdür. Backendlə çox şey eləmək olur, funksionallıq falan. Məsələn Node.js yazırıq, sonra database falan olur. Ondan sonra authentication falan var. Yəni ki, site ümumi belə daha yaxşı işləsin və s. Extensionlardan live server istifadə edirəm. Bir də Prettier istifadə edirəm. Prettierdə nədir? Məsələn, kodu falan pis yazanda, məsələn, belə bir şey yazaq da, yəni. Avtomatik olaraq Ctrl save-ə basanda görürsüz belə düzəldir, yəni öz-özünə. Yəni kod rahat qəşə görsənsin. Məsələn, burada çoxlu belə yaratsaq, öz-özünə silir. Tamam. Okay, bir dənə bunu göstərim. Deməli, select your gender yazırıq H1-lə. Ondan sonra bir də bunu deyəcəkdim sizə. Deməli, radio buttonlarda name olan yerə həmişə məsələn bütün radio buttonlarda eyni olmalıdır. Yəni necə bütün radio buttonlarda? Tutaq ki, cinsinizi seçin yazanda kişi, qadın, digər yazanda bu digər niyə yazılıbdı burada? Yəni ümumiyyətlə kişi, qadın yazılanda məsələn ikisinin də name'i eyni olmalıdır. Yəni name burada cins, yəni məsələn name burada ümumilikdə cins olmalıdır kişidə də, sonra qadında da cins olmalıdır. Amma məsələn ondan sonra qayıtsız məsələn tutaq ki, maraqlandığınız dillər olanda, burada cins yox, məsələn dillər yazasınız. Sonra yenə bütün hamısını yəni dillər. Ümumilikdə yəni əgər bir seçim bir suala aiddirsə, yəni o seçimlərin hamısında ad eyni olmalıdır. Bu nəyə görədir? Məsələn tutaq ki, hamısını fərqli yazsaq, məsələn burada mən kişi də seçsəm, qadın da seçsəm, onda ikisində də seçiləcək. Çünki bilmirəm, yəni bunlar bir-birindən bitişikdir, yəni connected-dir. Ona görə ümumilikdə məsələn type radio yazırıq, ondan sonra qayıdırıq name, tutaq ki, cins yazaq. Və bura məsələn yazırıq, tutaq ki, kişi də yəni, indi ingilis yazaq da, mail. Ondan sonra məsələn təzədən input, type radio, name. Yenə də burada cins yazırıq. Və məsələn female. Belə bir şey. Gördüyünüz kimi belə bir şey yaranır. Tutaq ki, mən indi burada male seçsəm, sonra təzədən female seçsəm, gördünüz, öz-özünə yəni male-dən çıxır. Yəni ikisini də bir yerdə seçə bilmirəm də bir sözlə. Yəni mümkünsüz bir şeydir. Kesin necə vaxt bitirərik. Belə JavaScript ilə ümumiyyətlə kampı bitirəndə, yəni sentyabra kimi ümumiyyətlə CSS, JavaScript falan hamısını bitirəcəyik. JavaScript-i biraz tez bitirsəm ola bilər şeyə gedim backend-ə. Amma JavaScript də yəni birincisi asan dil deyil. İkincisi yəni kodlarda yaman çoxdur. JavaScript çox güclü dildir. Məsələn backend-i də yazanda JavaScript-dən istifadə edəcəyik. Belə Udemy-dən falan da yəni çoxdur backend dilləri. Məsələn, amma mən tövsiyə edirəm Node.js falan istifadə edəsiniz. Yəni mən ən xoşuma gələn Node.js-dir. Həm sintaksı belə digərlərinə baxaraq asandır, çünki JavaScript-ə oxşuyur. Həm də ki belə ümumilikdə yəni ən birinci öyrəndiyim Node.js-dir, ona görə yəni həmişə onu istifadə edirəm. Tamam. Deməli ümumilikdə başa saldığım kimi radio button Deməli radio button ümumilikdə belə yazılır. Yəni radio buttonda məsələn dediyim kimi yenə də sadəcə birini seçə bilərsiniz. İndi məsələn bir dənə də yaradaq, tutaq ki, yenidən yazaq. Bura bir yer yazaq. Məsələn yazım H1. Məsələn your hobbies. Ondan sonra təzədən qayıtsaq, bura input yazsaq. Bura checkbox. Bu ID-ni silək, bizə lazım deyil. Məsələn deyək ki, playing games. Kopyalayayım. Məsələn ondan sonra yazaq bir də məsələn yazaq Tamam. Deməli ümumilikdə gördüyünüz kimi 3 dənə checkbox yaratdım. Əslində checkboxlarda da yenə də məsələn name-i eyni yazacağıq.
Bu nəyə görədir? Yəni ümumilikdə yenə də sual başa düşdün ki, yəni buna görə aid eləyib sizdə. Məsələn bu name'ləri fərqli yazsaq, backend-ə gedəndə salam Raiz bəy. Deməli backend-ə gedəndə ümumilikdə yəni məsələn başqa yəni başa düşülməyəcək də ki, database-ə məsələn bu hamısı your hobby-sə aiddir. Ona görə yenə də məsələn name-in yerinə hobby yazsaq üçündə də məsələn bura hobby. Tamam. İndi artıq yəni başa düşəcək ki, HTML başa düşəcək ki, yəni üçü də məsələn bu suala aiddir. Amma yəni yenə dediyim kimi fərqli seçsək məsələn biraz problemlər ola bilər. Ona görə yəni əgər məsələn bir suala bu cavabların hamısı bir suala aiddirsə, name-inə həmişə eyni yazın. Eyni şey də radio ilə bağlıdır. Radioda bu çox vacibdir. Məsələn yoxlayaq da gəl, məsələn bura mən mail yazım. Tutaq ki də. Ondan sonra məsələn bunu seçsəm və bunu seçsəm, gördünüz? İkisini də seçmək olur. Amma yəni belə olmalı deyil axı. Məsələn yenidən qaytarsam mən bunu cins seçsəm. Ya məsələn mail seçdim. Female seçəndə mail avtomatik olaraq yəni silinir. Yəni ümumilikdə yəni bu çox vacibdir. Yəni bunu yadınızdan çıxartmayın. Checkboxlarda yəni ümumilikdə gördüyünüz kimi çoxlu seçmək olur. Hamısını da seçmək olur. Bilirəm, ikisini də seçmək olur, birini də, heç hansını da, yəni fərq etməz. Checkbox yəni ümumilikdə bir neçəsini eyni vaxtda seçmək üçündür. Mən bir dənə buradan bir yer yazım qəşəng. Tamam. Bir də bunu da deyim ki, input olan şeylər həmişə sadəcə yəni bir tərəflidir. Yəni bunun closing tagi yoxdur da. Məsələn H1-də var idisə görürsüz açılış tag, bağlanış tag. Inputda amma closing tag yoxdur. Yenə də yəni gördüyünüz kimi bura yazırıq sözlər falan. Amma yenə də yəni yenidən qayıdıb belə bir şey eləmək lazım deyil ki, yəni input. Yəni burada görürsüz avtomatik olaraq formu bağlayır. Çünki yəni inputu bağlamır da. Yəni deyir ki, inputu nəyə görə bağlayım? Bu öz-özünə bağlanır axı. Həm də ki məsələn bunları necə aid edə bilərik? Məsələn VS Code-da avtomatik yazaraq gördüyünüz kimi burada belə bir şey yaranır. Əgər belə kodun ilə özündə bağlanış tagdirsə, deməli yəni bunun artıq bağlanış tagi lazımdır elə bir də yazmaq. Amma məsələn HTML-də gördüyünüz kimi burada bu slash-dən yoxdur da. Yəni gördünüz məsələn qırmızı rəngdə verir. Amma burada təzədən bağlayanda təzədən yəni yenidən yazılır. Yəni ümumilikdə əgər öz-özünə belə bağlanmışsa, yəni bir detay qayıdıb məsələn slash input yazmaq lazım deyil, yəni avtomatik olaraq onsuz bağlanır. Tamam. Deməli ondan sonra bizə select var. Select drop down kimi gedir. Məsələn burada bassız və ümumilikdə özünüz seçsiz, yəni özünüz də yaza bilmirsiniz. Məsələn gəlin indi bunu da yazaq. Məsələn where amma select'i yazanda ümumilikdə gördüyünüz kimi belə bir şey var. Yəni açılış tagi də var, bağlanış tagi də var. Niyə? Çünki biz bunun içinə yazdıqlarımızı başa düşəcək ki, avtomatik olaraq yəni hamısı bu bir drop down'un içinə gedir də. Məsələn tutaq ki, burada şey də yaratmaq üçün, yəni ümumilikdə yəni ingiliscədə tamam. Ümumilikdə yəni bir də mən bunu bağlayım. Bitəcək. Herkes İngilizceden derslerdi. Tamam, üzr sayın. Okey. Deməli, harda qalmışdıq? Bir dənə buraya. Deməli, select'i dediyim kimi yəni bunun açılış tagi də var, bağlanış tagi də var. Məsələn, select'in açılış tagin bu dediyim kimi nəyə görə var? İçində məsələn optionlar falan yazmaq üçün. İçində məsələn option yazmaq üçün də ümumilikdə yəni elə ağzından dediyim kimi option kodunu istifadə edirik. Məsələn, bura adi option yazsaq, gördüyünüz kimi belə bir şey yaranır. Məsələn, option içinə yaza bilərik Azərbaycan. Ondan sonra bilmirəm, kopyalayaq. Məsələn, buraya yazaq Russia, buraya yazaq USA və s. Ümumilikdə gördüyünüz kimi belə bir şey yaranır və məsələn üstündən yazanda gördüyünüz kimi belə drop down açılır. Məsələn, buradan belə seçsiniz Russia, bilmirəm USA, ondan sonra Azərbaycan, yəni fərq etməz. Yəni bunlardan birini seçsiniz, ondan sonra məsələn göndərə basanda məlumat gedəcək. İndi məlumat necə gedir onu da başa salım. Burada gördüyünüz kimi bütün optionların value hissəsi var. Value hissəsi nədir? Məsələn, tutaq ki, siz burada Azərbaycan seçdiniz. Məsələn, database-ə Azərbaycan getməyəcək. Məsələn, value-da nə yazsaz o gedəcək. Tutaq ki, mən bura 1 yazsam, avtomatik olaraq məsələn bura
Azərbaycan seçəndə mən göndərə bassam, onda backend-də bu 1-i göndərəcək. Yəni göndərəcək ki 1. Yəni value ümumilikdə 1-i göndərəcək də. Yəni bir də göndərməyəcək ki, məsələn Azərbaycan. Xeyr, elə bir şey göndərməyəcək. Yəni ümumilikdə məsələn value-da nə yazırsa, məsələn tutaq ki 2, 3. Mən artıq yəni məsələn button-a bassam, göndər button-a bassam, yəni Azərbaycan sözünü göndərməyəcək. Yəni ona görə məsələn bu əslində çox rahatdır. Nəyə görə? Tutaq ki, əgər saytınız ümumilikdə Azərbaycancadırsa, məsələn bura Azərbaycan yazsanız, yəni istəmərsiniz də ki, belə backend-də biraz belə Azərbaycan keçsin, tutaq ki də, yəni çünki kodlarla əsasən işləyəndə yaxşıdır ki, ingiliscə işləyəsiniz. Yəni məsələn bura Azərbaycan yazsaz, bura yazarsınız Azərbaycan, yəni ingiliscə ümumilikdə. Ona görə yəni value-yu nə göndərsəz, ümumilikdə məsələn o gedəcək. Və ya məsələn əgər funksionallıq yaratmaq istəyirsinizsə, məsələn tutaq ki, bu hansısa bir sualdır da, yəni məsələn riyaziyyatdan sualdır, belə başa salım. Ümumilikdə mən məsələn onu da düzəltmək olar. Tutaq ki, riyaziyyatdan tutaq ki, hansısa sual verir, məsələn, bilmirəm 5 dəqiqə 4 falan da, yəni ümumilikdə sonra belə cavablar gəlir. Məsələn, əgər siz bura value wrong yazsaz, ondan sonra məsələn birinə yazsaz right, sonra birinə yazsaz wrong. Ümumilikdə sonra məsələn backend-də elə düzəldə bilərsiniz ki, əgər gələn data wrongdursa, deməli düzgün cavab deyil. Amma gələn data right-dırsa, məsələn deməli düzgün cavabdır. Amma burada bir şey var ki, məsələn, yəni ağıllı insan girər bura. Ümumilikdə yəni məsələn select-in içinə görər ki, yəni burada wrong, right, wrong yazılıbdır. Yəni ümumilikdə buradan da yəni başa düşər ki, yəni düzgün cavab hansıdır. Bunu da deyim, yəni ümumilikdə əgər məsələn hansısa sayta falan girsəz, test falan eləsəz, əgər saytı yaxşı düzəltməyiblərsə, elə inspect-ə girib ümumilikdə yəni burada biraz eşələsəz, taparsınız cavablarını falan. Yəni əslində işləyir. Hərdən məsələn bura yazırlar, elə HTML-in özünə yazırlar. Amma yəni bundan ümumilikdə bunların hamısını öyrədəcəm. Hələ bir də Instagramda falan haqqda eləmək olur. Onu bilmirəm bu vaxta kimi nəyə görə tapmayıblar. Yəni ümumilikdə məsələn Instagramda memory-yə girsəz, memory application. Məsələn burada görürsüz burada məsələn şeylər yaranır. Application-da yəni ümumilikdə məlumatlar yaranır. Məsələn Instagramda belə məlumat olacaq, burada bir şey olacaq, session ID deyilir. O session ID-ni məsələn kopyalasaz başqa akkauntunun, ondan sonra qayıtsaz öz kompüterinizdə bura girsəz və session ID-ni, o akkauntun ID-sini yazsaz, refresh eləyəndə avtomatik görəsiniz ki, yəni o akkaunta giribsiz yəni. Instagramda belə bir bug var. Çox adam bilmir bunu, amma həqiqətən işləyir. Amma yenə də dediyim kimi session ID-ni bilmək üçün gərək yəni akkauntun, o birisi kişinin akkauntunu yəni bilmirəm. Ya onların kompüterinə girəsiniz, oradan belə ümumilikdə session ID-ni kopyalayasınız. Yəni necəsə də o session ID-ni götürmək lazımdır yenə də. Ona görə yəqin Instagram çox da belə fikir vermir ona. Okay, tamam. Ondan sonra bir də bunu deyim. Deməli, select-in name və ID-si də var. Name vacibdir, ID vacib deyil. Yəni ID heç vaxt vacib olmayıb əslində. Amma name-in məsələn 100% yazmalısınız. Yəni name-i yazmasanız, gördüyünüz kimi məsələn mən burada inspect-ə girsəm, məsələn mən burada inspect-ə girsəm, body-ni açsam, yəni görürsüz burada select-də altında belə qırmızı işarələr var da. Niyə? Çünki yəni deyir ki, burada nəsə səhvdir də, görürsüz issue falan verir. Yəni ona görə yəni deməli burada məsələn nəsə yazmaq lazımdır, yəni nəsə səhv gedir orada. Ona görə də məsələn biz bura girdik yenidən. Name-in yerinə məsələn yazırıq elə bir country. Tamam. Yəni burada da başa düşəcək ki, avtomatik olaraq yəni select country-yə aiddir. Bura kimi ümumilikdə kiminsə sual var? Yaxşı, belə bir sual verim. Ümumilikdə başa düşən kimsə var? Yəni çox tez-tez falan başa salmıram ki. Belə recording falan da olacaq. Yəni PDF falan da göndərəcəm onsuz bu PDF-i. Orada məsələn daha yaxşı oxuya bilərsiniz. İnşallah ki başa düşürsüz yəni. Okay. Tamam, onda irəliləyə bilərik. Deməli. Text area düymələr. Okay. Bunları da başlayalım, ondan sonra CEO-ya keçim və qutarırıq. Deməli, sonra bizə text area və button var. Button-ı yəni çox da belə başa salmayacağam. Çünki yəni yəqin ki buradan başa düşdünüz ki, məsələn input-un içində artıq olaraq button var. Yəni buradakı button-a məsələn bassaz,
avtomatik olaraq bu form işə düşəcək də, yəni başa düşəcək ki, məsələn bu button bu forma aiddir. Niyə? Çünki formun içindədir. Yəni görürsüz, formun kodu burada başlayır, formun kodu burada bitir. Yəni button da içindədir deyənə deməli bu submit kimi gedir. Çox vaxt məsələn insanlar belə yazırlar, bura submit yazırlar ki, məsələn daha başa düşülü olsun HTML üçün. Çünki məsələn elə olur ki, məsələn burada çoxlu buttonlar falan yazmaq olur, amma 2 dənə submit knopkası da olmur da, yəni. Yəni ona görə çox vaxt məsələn type submit basırlar ki, məsələn çox da belə qarışıq olmasın. Yəni başa düşülsün ki, yəni bu submit üçündür. Ondan sonra text area var, onu da başa salım. Text area da əslində bu textə çox yaxındır buna. Sadəcə text area da odur ki, məsələn böyüdə bilərsiniz. Yəni daha rahat girmək üçün, baxmaq üçün, üzr istəyirəm. Məsələn bura yazsaq, məsələn essay tutaq ki, yəni essay yazmaq üçün qoyaq text area. Gördüyünüz kimi burada yenə də name ID falan var. Yəni name-ə yazaq məsələn elə random yazaq. Gördüyünüz kimi belə bir şey yaranır. Text area gördüyünüz kimi bunlardan fərqlidir, dizaynı falan. Bir dənə bura bir yazım. Tamam. Gördüyünüz belə bir şeydir və məsələn burada belə bir şey var. Bu məsələn basılı tutub eləsəz gördüyünüz kimi ümumilikdə yəni necə istəsəz eləyə bilərsiniz. Yəni bunu nəyə görə eləyiblər ki, yəni ümumilikdə rahat olsun baxmaq falan. Məsələn tutaq ki, əgər bu belə idisə, məsələn mən yazıram. Biraz rahat deyil də, məsələn tutaq ki, istəyirəm ki, bunu böyüdüm. Yəni ümumilikdə bunun belə rahatlıq olsun deyənə yaradıblar. Amma yəni dediyim kimi, yəni bununla eyni şeydir. Sadəcə məsələn burada belə yazanda çoxlu görürsüz belə olur. Yəni bunu artıq böyüdüb falan eləyə bilmərsiniz də. Amma yəni bu məsələn rahatdır ki, tutaq ki, bu belə idisə, məsələn belə idi də. Bunu məsələn götürüb belə böyüdə bilərsiniz ki, yəni rahat görəsiniz. Bunun əslində default da qoymaq olur. Tutaq ki, məsələn indi gördüyünüz kimi bu qədərdir. Amma məsələn bunun öz kodları var ki, məsələn rows, bir də calls. Məsələn rowsa məsələn tutaq ki 10 yazsaq, 20 yazsaq. Gördüyünüz kimi yəni belə stil dəyişir. Yəni tutaq ki buram bilmirəm 50 yazım. Gördüyünüz belə yəni uzanır. Ümumiyyətlə yəni calls uzunluq üçündür. Rows da belə yəni bu da yəni Azərbaycanca dəqiq bilmirəm o nədir. Rus sektoruna görə çox şey deməyin. Tamam. Deməli məsələn burada 30 yazsaq yenə də gördüyünüz kimi belə böyüyür. Yəni ümumilikdə belə bir şey. Yəni dediyim kimi text area rahatdır ki, yəni ümumilikdə belə açıb falan baxa bilərsiniz də, yəni ən əsas bunun üçündür. Tamam. Deməli reset falan da olur. Reset nədir? Məsələn əgər mən reset qoysam, məsələn mən bura falan yazsam, sən seçək. Məsələn burada artıq resetə basanda gördüyünüz kimi bütün hamısı silinir. Yəni reset ümumilikdə bunun üçün yaranıb ki, məsələn nə isə yazandan, doldurandan sonra, ondan sonra yadınıza düşür ki, ayda hamısını səhv eləmişəm. Bunlar bir də silənə kimi çatmır. Düzdür, belə də eləyəndə reset olur, görürsüz belə reload eləyəndə. Amma reload eləyəndə hərdən belə problem ola bilər. Ona görə yəni ümumilikdə bu reset knopkasını yaradıblar ki, yəni resetə basanda ümumilikdə bütün hər şey silinsin. Tamam. İndi isə ümumilikdə yəni bunların hamısını başa saldım. Bunu indi məsələn gələndə ümumilikdə CSS falan keçəndə yəni belə bir şey ala biləcəyik. Yəni gördüyünüz kimi indi çox da belə yaxşı görsənmir. Yəni amma məsələn belə bir şey eləyə bilərik. Bunu artıq gələn dərsdə ümumilikdə başa salacağam. Düz tam belə bir şey düzəldə bilməyəcəyik hələ ki. Aha, informatika var, elə saat 16:00-da olacaq, səhv eləmirəmsə. Tamam. Ümumilikdə yəni məsələn indi bir dənə semantik HTML-i başa salmaq istəyirəm, ondan sonra da bitirə bilərik. Semantik HTML əslində həm vacibdir, həm də vacib deyil. O ümumilikdə sizdən asılıdır. Məsələn, amma belə məsələn tutaq ki, daha yaxşı iş görmək üçün semantik HTML çox yaxşı şeydir. Ümumilikdə bu dediyim kimi SEO-nu başa salım. SEO nədir? Search Engine, o hərfini bilmirəm nədir. Yəni ümumilikdə məsələn Google-da falan məsələn tutaq ki, nəsə yazsaq, tutaq ki, məsələn mən öz adımı yazsam, məsələn burada ümumilikdə görürsüz çıxır. Bunların hamısı məsələn hardan başa düşür ki, yəni kimdir falandır belə.
Məsələn, bunu semantik HTML istifadə edərək bunu yəni tapır. Məsələn, tutaq ki, orada value falan yazırlar, ya bilmirəm, ümumiyyətlə HTML-də falan footer yazırlar, bilmirəm, header yazırlar və s. Yəni onların indi hamısını başa salacağam. Ya ümumilikdə məsələn semantik HTML-i oxuya bilər Google və həm də ki belə məsələn kodu falan oxuyanda rahat olur. Məsələn komanda ilə falan işləyəndə həm kodun özü səliqəli olur, həm də ümumilikdə məsələn internetdə falan yəni yayımlayanda, publish eləyəndə saytı ki, yəni ümumilikdə məsələn məlumat falan yaxşı çıxsın deyənə semantik HTML istifadə olunur. Semantik HTML belə bir şeydir. Header, nav, main, section, article, aside və footer var. Bunların hamısını başa salım tez-tez. Deməli bunların əslində məsələn yazanda bunların heç bir fərqi yoxdur. Məsələn, tutaq ki, header götürüm. Headerin içinə yazanda əsasən məsələn yuxarıda yazılanda olur. Məsələn, nəyə görədir? Headerin içində yazdıqlarınız, yəni məsələn loqo və başlıq falan yazılır. Yəni əsasən məsələn Google başa düşəcək ki, yəni headerin içində yazdıqlarınız, yəni əsasən navigation bar falan olacaq. Navigation bar yox, amma loqo falan da yəni. Bunu yazanda da, yazmayanda da əslində çox fərq eləmir. Yəni də dediyim kimi SEO üçündür. Yəni məsələn tutaq ki, mən qayıtsam, məsələn bu form 2-də mən burada header yazsam. Header. Okay. Məsələn bunun içinə atsam. Yəni ümumilikdə görürsüz, yəni heç bir dəyişiklik olmadı. Yəni bunun heç bir fərqi yoxdur əslində ki, bunlar yazsız, yazmısınız. Yəni yenə dediyim kimi dən fərqi odur ki, kodu falan səliqəli oxumaq, həm də ki, yəni ümumilikdə məsələn internetdə falan axtaranda Google üçün daha rahat olur da ümumilikdə, yəni ki, başa düşsün nədir. Ümumilikdə yəni bunu belə PDF-i göndərəcəm. Yəni istəyən bunu öyrənə bilər, istəyən öyrənə bilmir. Yəni mən bunu istifadə edirəm, düzdür. Amma yəni dediyim kimi burada çox bir fərq eləmir. Yəni məsələn kodlarda falan ki, dizaynda falan. Bunu CSS-də indi keçəndə bunun üstündən bir daha gələcəm. Niyə? Çünki məsələn CSS-də header yazanda headerin içindəkiləri falan dəyişdirmək olur. Ona görə yəni CSS-də bunu gələn dərs daha yaxşı başa salacağam. Həm də ki bu səfər vaxtımız biraz azdır deyənə çox çəkmək istəmirəm. Yəni həm də ki çox kod başa saldım. Ümumilikdə yəni dediyim kimi bu yəni çox da vacib deyil, amma yazmağınız tövsiyə olunur. Yəni ümumilikdə gələn dərs tam başa salacağam da yəni. Deməli ev tapşırığı nədir? Ev tapşırığı bu olacaq. Bunu indi atacağam ümumilikdə qrupa. Siz sağ olun. Deməli ev tapşırığında nə etmək lazımdır? Ümumilikdə yəni məsələn bu düzəltdiyimdən tam eynisini düzəltmək lazımdır. Yəni tam eynisi yox. İndi özünüz məsələn baxarsınız. Məsələn burada əsasən ad, şifrə, cins, ölkə və bunlar ümumilikdə yəni bunların hamısını qoymalısınız. Bunların hamısını qoyandan sonra yenə də yəni submit falan eləyərsiniz. Burada falan qaydalar falan hamısı yazıbdır. Yəni bu qeydiyyat saytı kimi düzəldəsiniz də təbii ki, ümumilikdə. Ümumilikdə belə bir şey olmalıdır. Buradan artıq bitir. Artıq dediyim kimi növbəti dərs CSS gedəcək. Yəni indi məsələn belədirsə gələn dərs belə qəşəng bir şey düzəltmək olar. Yəni CSS çox yaxşıdır. İndi gələcək, yəni gələn dərs görərsiniz. Okay, ümumilikdə kimsə sual falan var məsələn? Tamam. Onda məncə yekunlaşdıra bilərik. Siz sağ olun. Yəni dediyim kimi, başa saldığım kimi, yəni PDF falan hamısını göndərəcəm, recordingi də göndərəcəm. Düzdür, biraz yarım çıxdı, amma yenə də. Dərslər falan hamısını göndərəcəm qrupa. Elə submit eləmək eyni olacaq. Və dərs yerində ki 2 yazarsınız da, yəni ikinci ev tapşırığı ki başa düşülsün. Olduğunda hamınız çıxa bilərsiniz. Dərsə qoşulduğunuza görə təşəkkür edirəm. Sağ olun.